illərdə Azərbaycanlı tələbələr xaricdə təhsil alır. Bu sahədə həm dövlət xətti ilə gedib təhsil alanlar var, həm də ki, xaricdə təhsillə məşğul olan özəl şirkətlər də var. Elə bu məqamda da xeyli saxtakarlıq ortaya çıxır. Hansı saxtakarlıqlardır? Bax, buna dair mövzumuzdur bugün və studiyamızda yaxşı ekspertlərimiz var. Ekrana yaxın əyləşin. Ceyhun Musaoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi. Xoş gəlmişsiniz Ceyhun bəy. Uzun illərdir xeyli bizim gəncimiz xaricdə təhsil alır. Bu qədər böyük axına normal yanaşmaq olarmı? Normal bir hadisədir bu? Əslində, təhsil arxasınca getmək, təhsil haqqında düşünmək özü normal hadisədir və əksinə hətta təqdirə layiq bir haldır. Nə yaxşı ki, bizim gənclərimiz təhsil haqqında düşünürlər və təhsil arxasınca gedirlər. Amma bu bir qədər təbii ki, bütün həyat elementləri ilə dolu olmalıdır və sistemli şəkildə həyata keçirilməlidir. Necə ki, insan sistemli yaşamalıdır, daha rahat yaşasın, daha intellektual olsun, daha onun üçün xoşbəxtlik əl çatan olsun. Eləcə də yeniyetmə də seçim edəndə, hansısa bir universiteti seçəndə təbii ki, bütün bunları düşünməlidir, götür-qoy eləməlidir. Amma tək o mu bunu eləməlidir? Ona təbii dövlət də dəstək verməlidir, ona cəmiyyət də dəstək verməlidir. Mən əsasən Rusiyada təhsil alan, Ukraynada təhsil alan, amma rus dilini və Ukrayna dilini bilməyən, sonradan da yaxşı məqamlarda əyləşən insanlardan söhbət açmaq istəyirəm. Yox, bunun çox sadə bir cavabı var. Çünki həmin adını çəkdiyiniz ölkələrdə universitetə daxil olmaq asandır. Yəni, həm də imtahan baxımından, texniki baxımından asandır. Bizdə təsəvvür edin, 600 bal toplamalısınız ki, 600-dən bir qədər də yuxarı ki, siz pulsuz təhsil ala biləsiniz və pullu təhsil də bir qədər baha olduğundan onlar heç bir imtahan vermədən sadəcə bir söhbətlə, hansısa bir kiçik bir inşa ilə, hansısa bir tutaq ki, rus dilinin qrammatikası ilə bağlı 25 suala cavab verməklə, hansısa tanınmış hətta Avropa səviyyəsində tanınmış Rusiya universitetlərinə qəbul olurlar. Elə universitetlərin adını çəkmək olar ki, təbii reklam xarakterlidir, yəni çəkmirik. Universitetlər dünyanın 100-lüyünə, 150-liyinə, 200-lüyünə düşə bilən universitetlərdir Rusiyada. Bir çoxu da 5 il oxuyur orada, amma elə o 5 il ərzində bəlkə elə 5 dəfə gedirlər, gəlirlər ya yox. Burada mən istəyərdim ki, mən bu suala növbəti cavab verim ona görə ki, artıq mən deyəsən bura gələndə düşündüklərimin hamısını demiş olacam. Çünki sizin suallarınız o qədər ardıcıl və dəqiqdir ki, mən istər-istəməz hamısına cavab verəcəm, onda təkcə mən danışmış olacam. Buyurun. Mən çox istəyərdim ki, bunu ümumi şəkildə deyim, sonra mən xırdalıqlara vararam. Yəni, niyə biz ümumiyyətlə bu qədər diploma, bu qədər, belə deyək, adımızın yanında vergüldən sonra nəsə bir peşə sahibi olmağa çalışırıq. Daha doğrusu peşə sahibi deyil bu, titul qazanmağa çalışırıq. Nədir bu titul qazanmaq istəyi bizdə? Yəqin ki, tələbat var. Tələbat necə yarandı ki, məsələn, mən elm adamı olmaq istəmədiyim üçün bakalavr təhsilini seçdim. Mən bakalavr təhsili aldığım təqdirdə və məndə bakalavr diplomu varsa, mən ən yüksək postda da vəzifə sahibi ola bilərəm. Bu qanunumuz deyil bizim, bunu düzdürmü? Bu bizim vəziyyətimiz, işlək vəziyyətimiz bunu göstərir. Amma mən elmin arxasınca gedirəmsə, təhsil ekspertləri, mən üzr istəyirəm ki, mən təhsil eksperti kimi görsənirəm, amma elə deyil. Mən sadəcə bir jurnalist və Bilik Fondunun nümayəndəsi olaraq, yəni biz təhsillə bağlı bir çox layihələr həyata keçirmişik deyənə ümumi şəkildə danışa bilərəm. Bir də siz də jurnalistsiz, jurnalist baxışından yanaşıram məsələlərə. Bakalavr olaraq mən elm adamı olmaq istəmirəm, amma mən elmin dairəcən gedirəmsə, mütləq magistraturanı bitirməliyəm. Mən əgər dərs demək istəyirəmsə universitetlə, mütləq magistraturanı bitirməliyəm. Bilirsiniz, niyə bizdə peşə seçimini bunlar bu cür bəsitləşdirirlər ki, hamı alim olmaq üçün çatacaq o titullar var, onu qazanmaq istəyir. Amma sonraki həyatında alimliyi seçmir. Kamran müəllim, buyurun. Necə olur ki, imtahansız qəbul olunlar universitetə və heç ildə bir dəfə də getmədən 5 ildən sonra diplomla gəlirlər Azərbaycana? Deməli belə, mən bir məsələyə açıqlıq gətirmək istəyirəm. Biz sizin dediyiniz prinsiplərlə 5 il ərzində 5 dəfə getməyən universitetə bu həmin şəxsləri xaricdə təhsil alan adlandıra bilmərik. Birincisi, bildiyiniz kimi, Azərbaycan Respublikasının özünün xaricdə təhsil haqqında konsepsiyası var. 2007-2015-ci illərdə dövlət proqramına görə Cənab Prezidentin qarşıya qoyduğu plan bundan ibarət idi ki, bu illər ərzində, yəni 2007-2015-ci ildə Azərbaycanın özünün ehtiyacı olan 5000 nəfər tələbə prioritet ixtisaslar üzrə gedib təhsil almalıdırlar. Lakin sizin dediyiniz kimi, baxın, bunlar xaricdə təhsildir. Bir də var ki, Tələbə Qəbul üzrə Dövlət Komissiyasının imtahanında 0-100 bal toplaya bilməyib,
gedib bu şirinlikləşdirici təhsil mərkəzlərinin vədlərini aldanıb, gedib xaricdə oxuyanlar. Baxın, bunlar hansı ölkələrə gedirlər? Keçmiş daha çox postsovet ölkələrinə. O ölkələrdə ki, təhsil səviyyəsi heç də Azərbaycandan yüksəkdə deyil. Yəni, dəfələrlə aşağıdadır. 100 bala qədər bal toplayıb, Azərbaycan dilindən normal bilməyən adam, normal savada olmayan insan, sizin dediyiniz Rusiyada, Türkiyədə, Ukraynada, hətta Gürcüstanda, Dərbənddə oxuyub 5 ildən sonra gəlib bizim əmək bazarımıza nə verə bilər? Heç bir şey. Birincisi, bunların gedib təhsil almağı təbii ki, kifayət qədər iqtisadi və digər problemləri Azərbaycan üçün gətirib çıxarır. Bu təkcə beyin axını deyil, həm də ölkə ərazisindən vəsaitin xaricə getməsidir. Bildiyiniz kimi, xarici universitetlər buna maraqlıdırlar. Xarici dövlətlər buna maraqlıdırlar. Amma Azərbaycan dövləti artıq son illər ərzində dövlət proqramından kənar gedib xaricdə təhsil almanın qarşısını almaqdan ötürü, yəni bunu sistemləşdirməkdən ötürü bir sıra qanun layihələr həyata keçirir. Birincisi, bunlar hansılardır? Hərbi xidmətdən keçmə haqqında qanunlar düzəlişlər olundu. Yəni, dövlət siyasında olmayan universitetlər və bunlara qəbul olmuş şəxslər möhlət hüququ verilməyəcək hərbi xidmətdən. Bundan başqa, digər onların diplomlarının tanınma məsələsində, yəni, çox bu günləri Təhsil Naziri bu sayədə şəffaf və gözəl iş həyata keçirir. Diplomların tanınması və nostrifikasiyası üzrə bir bölmə yaradıblar və bu şəxslər, sizin dediyiniz 5 il ərzində 5 dəfə universitetə getməyənlər qayıdıb gəldikdən sonra diplomlarını təsdiq edə bilmirlər. Sonra da deyirlər ki, bu və digər qurumlarda süründürməçilik var, qanunsuzluq var. Xeyr, belə deyil. Siz Azərbaycanın tələblərini ödəyə bilməmişsiniz vaxtında. İndi isə hansısa yollarla, ucuz vasitələrlə gedib qəbul olmuşsunuz. Ucuz vasitə deyəndə xeyli pul var orada ortada. Bilirsiniz, bu şirkətlər xeyli pul oynadı. Oradakı təhsilin üstündən xətt çəkmək də düz deyil. Mən o barədə də fikirlərimi deyərəm. Yəni, mən sizə bir məsələni deyim. Bilirsiniz, bir daha onun üzərində dayanaq. Bu universitetlərə qəbul olmaq asan ola bilər. Amma buranı bitirmək çətindir. Məsələn, ölkələr üzrə biz bunu bölsək, siz gedib Ukraynada, Rusiyada, Gürcüstanda, Dağıstanda bəlkə sizin dediyiniz 5 il oxuya bilərsiniz. Amma Türkiyədə siz bunu eləyə bilməzsiniz. Yenə də Türkiyəyə siz atistatdan qəbul ola bilərsiniz. Amma siz qəbul olanların böyük faizi, yəni 30% bizim əlimizdə statistika var ki, ikinci kursa keçə bilmir. Hətta bir daha deyirəm, valideynlər buna aldanırlar. Hər kəs elə bilir ki, atistatla qəbul olduqdan sonra həmən xarici universitetin, yəni Türkiyə universitetinin birinci kursuna gedirsiniz. Xeyr, sizin sənədləriniz qəbul olunur, siz dinləyici olaraq orada bir il müddətində hazırlıq kursu var. Ona qəbul olursunuz. Bax, valideynlərimiz bu işbazlar tərəfindən belə aldadılırlar. İndi studiyamızda bizim Aytək Məmmədli var. Türkiyədə təhsil alan tələbədir və hətta nanotexnologiyalar üzrə mütəxəssisdir. Xoş gəlmişsiniz Aytək xanım. Siz belə aldadılan tələbələrlə rastlaşmısınızmı? Bəli, mən həm təhsil aldığım müddətdə, həm də ki, daha sonra, yəni o tələbələrlə görüşmə məcburiyyətinə qalırdıq. Çünki mən özüm Türkiyə-Azərbaycan Qardaşlıq Assosiasiyasının sədri idim. Buna görə o tələbələri əlaqələndirmək, tələbələri universitetə yerləşdirmək kömək edirdik. Təbii ki, təminat şəkildə Azərbaycan üçün. Və biz o tələbələrlə çox vaxt şikayətlər nədən gəlirdi? Bayaq müəllim qeyd elədi. Onlar dinləyici olaraq həmin universitetlərə adlarını yazdırırdılar. Sadəcə onlara bir kağız verilirdi və onlar bilmirdilər bu kağız nədir ümumiyyətlə. Valideynlər də bilmir. Mən təbii ki, Türkiyə ilə Azərbaycanın bu sadəcə olaraq onların dinləyici qismində heç bir diplom və yaxud da heç bir kağız, heç onların həmin ölkədə qalmaq üçün viza almağa belə ixtiyarı olmayan bir kağızdır. Ben bunu deyim ki, onunla heç bir polis orqanı, heç bir struktur həmin kağızı, yəni tələbə kağızı olaraq, tələbə sənədi olaraq tanımır. Sadəcə olaraq siz gedib orada heç kurs qədər belə deyim də onun nüfuzu olmayan bir kağızdır. Bəs necə aldadırlar bu insanlar, bu tələbələri və onların valideynlərini? Çox rahatca, bayaq müəllim də qeyd elədi ki, bizim cəmiyyət olaraq təhsil, mütləq diplom deyə bir içimizdə bir his var. Mütləq hamı diplom almalıdır, mütləq hamının ali təhsili olmalıdır. Yəni, digər sahələrə heç kim yönəlmək istəmir və tələbə qəbul üzrə Dövlət Komissiyasında çox şəffaf və ciddi qəbul imtahanlarından sonra 100 balı belə yığa bilməyən tələbələr yönəlirlər xaricdə. Həmin vaxtı siz özünüz belə deyim də araşdırma eləsəniz görərsiniz ki, elə həmin işbazların işlərini qurma, PR-larını aparma müddəti də həmin tələbə qəbulundan həmən sonra baş verir. Ballar açıqlandıqdan sonra müxtəlif ölkələrə, istər postsovet... Avropaya var mı? Bəli, Avropaya təbii ki var. Mən istəyirəm bundan da danışa bilərəm. Bəli,
hətta Türkiyəyə məsələn çox rahatca attestatla qəbul və bu Bəs Avropanı gəlin aydınlaşdıraq. Avropaya mümkündürmü o cür aparmaq və nə cür aparırlar? Yaxşı, Ukraynanı bildik, Dağıstanı bildik, Türkiyənin də qismən. Amerikada var. Bilirsiniz, bəli, Amerikaya və hətta Avropaya da mümkündür. Bu necə mümkündür? Birincisi, çox təəssüf ki, bizim ölkədə bəzi işbazlar tərəfindən hətta çox, belə deyim də sizə, IELTS, TOEFL sertifikatlarının belə müəyyən bəzi şeylər qarşılığında, bəli, hətta maddi olaraq bunların qarşılığında onlara verilirdi. Bəli, o tələbələr ki, onlar ingilis dilində 5 cümləni istəsəz özünüz haqqında məlumat verə bilməz və ikinci tərəfdən bu tələbələr xaricdə oxumağa gedəndə Azərbaycan nüfuzu üçün, belə deyim, bizim damla-damla, cənab prezident tərəfindən, dövlətimiz tərəfindən topladığımız damla-damla nüfuz belə tələbələrə görə yerlə bir olur. Çünki onlar gedir, özlərini ifadə belə eləyə bilmirlər. Aytəkan, mən bildiyim qədər IELTS diplomunu Britaniya səfirlik təsdiqləyir. Bəs o təsdiqsiz necə? Təsdiqləyir, amma bəzi şirkətlər var ki, onların özündə IELTS vermə hüququnu alıblar. Onlar, yəni ki, bu lisenziya onlarda var və buna görə də onlar IELTS sertifikatı verə bilirlər. Yaxşı, getdi Avropaya. Tutalım, birinci kursa, bilməm, dinləmə kursuna qəbul olundu. Sonra nə baş verir orada? Sonra onlar çox yüksək məbləğ universitetə ödəyirlər. Bilirsiniz, Avropa universitetləri bizim ölkədən Podsovet məkanına görə çox bahalı universitetlərdir. Hətta onların çox yüksək, yəni 40 min, 50 min kimi manat, bəli, ən başlayır onların qiymətləri və belə deyim də, o universitetə sərf eləyir. Siz bir il ora davamlı pul ödəyirsiniz və o universitet sərf eləyir ki, bu tələbə olsun, 100 nəfər yaxşı oxuyanımız olsun, bir nəfər də belə və onlar çox vaxt bitirə bilmir. Biz alışmışıq ki, Avropada təhsilin keyfiyyətinə çox fikir verirlər və nüfuzlarına fikir verirlər. Bu diplomla bu insan başqa yerə bir gedəndə nüfuzuna xələl gəlmirmi? Yox, bilirsiniz necədir? Onlar da əlbir olurlar bizim işbazlarla. Yox, deməli, dünya universitetlərinin reyting siyahısını müəyyənləşdirən məsələlərdən biri də bura xarici tələbələrin axınıdır. Yəni, dünya reytingində İlk yerdə duran universitetlər, məsələn, ilk 10-luqda Amerikanın 7 universiteti var. Təsəvvür edin, bunlar universitetlər həm insan axınıdır bura, həm miqrasiya problemidir, həm maddi, həm də beyin axını, həm də cavan işçi qüvvəsidir. Bayala xanım çox düz deyir. Avropada təkcə biz bahalı universitetləri görmürük. Həm də pulsuz təhsil verən Almaniya kimi ölkələr var. Siz Alman dilini yaxşı bilsəniz, orta məktəb qiymətləriniz yüksək olsa, Almaniyada ödənişsiz təhsil ala bilərsiniz. Yəni, bunun məqsədi, marağı nədir? Cavan işçi qüvvəsinin öz ölkəsinə dəvət edəsin və burada miqrasiya, insanların artımına bu vasitə ilə kömək edəsin. Və bayaqları sizin dediyiniz bir məsələ üzərine gəlmək istəyirəm. Xarici universitetlər öz reytinglərində göstərirlər ki, tutalım, dünyanın bu ölkələrindən bizə bu qədər insan gəlir. Amerikaya il ərzində xarici dövlətlərdən gələn tələbələrin sayı 1 milyondur. Təsəvvür edin, 1 milyon şəxs xaricdən gəlir Amerikada oxumağa. Bu da il ərzində onların ölkələrinə gətirdiyi sərmayənin məbləği 10 milyard dollardır. Ölkəsindən görün nə qədər universitetlər iqtisadi maraq göstərir. Uzun müddətli turist axınıdır həm də bu. Təbii ki. 5 il turist var orada. Bəli, yəni bu məsələlər var. Məsələn, Çində isə il ərzində universitet məzunlarının sayı 100 milyondur. Onun 1 milyonu xarici universitetlərə gedir. Amma Çinin özündə isə yalnız ingilis dilində oxuya bilərsiniz. Bayaq siz çox düz deyirsiniz. Bir insan 100 bal toplayıb gedir, bu adam 100 bal toplamaq o deməkdir ki, ingilis dilində heç nə bilmir. Amma bu gedir Rusiyada, Ukraynada oxuyur. Necə oxuyur? Azərbaycan dilində bu günləri dövlət universitetinə qəbul olmuş tələbə mühazirəni 1 saat ərzində öyrənə bilmir. Öz dilində mühazirəni 1 saatda öyrənə bilmir. Yəni kifayət qədər yetkin bal toplayan şəxs. Amma xarici tələbə yeni mühitdə, yeni dildə o elmi necə öyrənə bilər? Və bu reallığı heç də əks etdirmir. Bu günləri Azərbaycandan Türkiyəyə gedən tələbələrin sayı 10 min nəfərdir. Bu gün hal-hazırda Türkiyədə oxuyan Azərbaycanlıların sayı 10 mindir. Bilirsiniz bu nə deməkdir? 10 min insan axını. Bu o deməkdir ki, Azərbaycanda təhsil zəifdir. Burada günahkar da var. İcazə verin, mən bu məsələyə aydınlıq gətirim. Söhbət təhsilin zəifliyindən getmir. Mən istəyərdim ki, biz məsələləri müzakirə edəndə səbəbləri də göstərək. Çünki bu həm də ortaya verilişdən sonra konkret olaraq bir problemin həlli yolları göstərilmiş olsun. Bəzən bizdə bu verilişlər çatışmır. Yəni həlli yolları göstərilsin burada. Nə problem? Həlli yollarına gəlib çatacaq. Həlli yollarına çatacaq. Sadəcə burada nə var? Təhsil sisteminin zəifliyində mən qeyd elədim ki, bir sistemsizlik var. Dəqiq deyirəm ki, əgər biz mühazirə yazırıqsa,
Əgər bizə auditoriyada müəllim mühazirə deyir, yenə də biz Sovet dövründə kimi, sizin mənim oxuduğum dövrdəki kimi 90 dəqiqə mühazirə yazırıqsa, halbuki o mühazirə kompüterdə, kitabda, kitabxanada, hər yerdə var və onun adını Bologna sistemi qoyuruqsa, bu yanlışdır. Və ortada bir Bologna sisteminə uyğun addımlar da atırıqsa, ona uyğun dərs öyrəniriksə və burada bir ziddiyyət var. Ya tam Bologna olmalısan, ya əvvəlki Sovet sistemində olmalısan. Biz indi müzakirə edəmirik ki, hansı daha yaxşıdır. Biz bu məsələyə gəldik ki, qeyd elədi diplom dəbi. Bizə əski təfəkkürümüzdən gələn dəbdir. Cehiz dəbidir də bu. Cehiz dəbindən yaranan diplom dəbi. Bəs gəlin burada bir məsələyə aydınlıq gətirək. Bəs maşınları kim düzəldəcək? Bəs binaları kim tikəcək? Yəni sadə bir sualdır. Bütün həmişə bir-birimizə verdiyimiz suallardır. Amma çox dəqiq və bu suala cavab verilmir. Peşə məktəbləri fəaliyyət göstərməlidir. Çox ciddi şəkildə, necə ki Sovet dövründə 8-ci sinifi bitirir, gedirdi peşə məktəbinə qəbul olurdu, 3 il təhsil alırdı, həm peşəsini öyrənirdi, həm də atestatını alıb verirdi universitetə. Universitetə daxil olanda artıq bir ixtisasını bilmiş olurdu. İxtisasını təcrübədən öyrənmiş olurdu. Əslində biz bu məsələləri bir neçə dəfə 5 barmaq olaraq müzakirə eləmişik və hər dəfə istəmişik ki, burada Təhsil Nazirliyindən bir nümayəndə olsun. Təəssüf ki, bizim bütün çağırışlarımıza cavab verməyib Təhsil Nazirliyi. Biz həmişə qapımızı açıq saxlayırıq, istəyirik ki, burada bir səlahiyyətli nümayəndə olsun və suallarımızı cavablandırsın. Aytək xanım, siz Türkiyədən qaydanda hansı problemlərlə rastlaşdınız? Mənim əslində problemlərim bəlkə digər tələbələrə görə biraz da çoxdur. Çünki mənim ixtisasım fərqli ixtisas idi. Ümumiyyətlə qeyd eləmək istəyirəm ki, bizim bakalavr təhsili, biz biraz Təhsil Nazirliyini siz demiş, çox hədəfə alırıq. Amma bizim doğrudan, məsələn, mən özüm Bakı Dövlət Universitetində kimya fakültəsini bitirmişəm və doğrudan mən orada gedən nanotexnologiyaları üzrə oxuyanda mən hiss elədim ki, mənim Bakı Dövlətdə bakalavr oxumağımın çox mənə yaxşı cəhətdən təsiri var. Mən digər postsovet məkanından olan tələbələrə görə daha yaxşı, yəni belə deyim də, mən 95 ortalama ilə bitirmişəm və türklərin özünə görə belə daha yaxşı ortalama ilə bitirdim. Hətta onlar dedilər ki, biz inanmırdıq ki, Azərbaycanda yaxşı təhsil var. Yəni bizdə bakalavr təhsilini yaxşı alan tələbələr, belə deyim, bizim orada fəxrlərimiz olurlar. Çünki onlar çox yaxşı burada təhsil alırlar. Bəlkə biraz ciddi ola bilər bizdə təhsil sistemi, biraz belə deyim də sizə, daha çox sıxa bilərlər tələbələr. Amma bu o demək deyil ki, onlara yaxşı təhsil verilmir. Doğrudan onlar yaxşı təhsil alıb, çox yaxşı da Azərbaycanı orada təmsil də eləyə bilirlər, təhsil də ala bilirlər. Biz orada yaxşı təmsil elədik, təhsilimizi aldıq. Bəs Azərbaycana qayıdandan sonra istər magistrlər, istər bakalavrlar hansı problemlərlə üz-üzə gəlir? Təbii ki, ilk olaraq işə alma problemləri olur. Biraz da əgər başqa bir ixtisas oxumusunuzsa və o ixtisas Azərbaycanda yoxdursa, biraz da çox, belə deyim də, sizdə problemlər yaranır. Amma ilk olaraq, yəni əsas diplomu təsdiqlətmək, daha sonra məsələn burada əlavə olaraq dövlət qulluğuna bağlı imtahanlar var. Bəzi ixtisaslı tələbələr var, istəyirlər ki, ona girməsinlər o imtahanlara. Amma məsələn onlar yaxşı təhsil alıblarsa, onsuz da o imtahanlardan çox rahatca keçəcəklər. Buna görə yəni məsələn dövlət qulluğu imtahanından qaçmaq lazım deyil. Daha belə deyim də, biz xaricdə təhsil almışıq deyə Azərbaycanda təhsil alanlara görə daha belə bizə çox yaşıl işıqlar yanmağını gözləmək lazım deyil əslində. Siz dövlət xətti ilə getmişdiniz. Bəli, təhsil... Dövlət xətti ilə təhsil alandan sonra dövlət işlə təmin eləmir Azərbaycanda? Yox, biz sadəcə Təhsil Nazirinə, bəli, bizim əslində dediyim, dövlət proqramından təhsil alan tələbələr elə dövlət qulluğu imtahanından, belə deyim də, həmin dövlət qulluğu dərəcəsi almış kimi, bəli, onlar qalırlar və əgər onlara ehtiyac olarsa, bu zaman onlar işlə təmin olur. Məsələn, deyək ki, hansı nazirlikdə boşluq var, hansısa bir qurumda boşluq var, bu zaman tələbəni çağırır. Amma elə bir öhdəlik götürməyiblər. Kamran müəllim, amma ehtiyac olarsa, deyəsən ki, ehtiyac olmur. Əslində qalsa, xaricdə təhsil haqqında qanunda göstərilir ki, müddəalardan biri ondan ibarətdir ki, bunlar qayıtdıqdan sonra işlə təmin olunmur. Bəli, bu günlər dövlət qulluğuna qarşıca komissiya xaricdə dövlət xəttindən oxuyub gəlmiş bütün məzunların hamısını ehtiyat kadr olaraq vakansiyaya götürür. Və onlar da qısa vaxt ərzində işlə təmin olunurlar. Sadəcə olaraq xaricdə təhsil alıb gəlmiş, orada daha yüksək şərtlər arzusunda olan gənclərimiz oranın əlaqə yaratmaq istəmirlər və yaxud da ki, az maaş, belə deyək, dövlət qulluqçusunun maaşı 200-250 manatda getmək istəmirlər. Bunlar birbaşa daha yüksək postlara iddialıdırlar. Amma əslində belə deyil. Bilirsiniz necədir? Siz birinci ehtiyat kadr olaraq daxil olursunuz. Elə imtahandan azad olmağınız sizin kifayət qədər böyük üstünlüyünüzdür. Çünki dövlət qulluğunun üzrə imtahanlar kifayət qədər obyektiv və şəffafdır, amma çətindir. Baxın, bir daha deyirəm, imtahandan keçənlərin faizi imtahan verənlərin heç 3% səviyyəsində deyil. Və bunlar ehtiyat kadr olaraq götürürlər. Dövlət ehtiyac olacağı təqdirdə bəs niyə göndərmişdi? Gəlin, baxın, indiyənə qədər deyirik ki, bu il bitdi, 2015-ci ildə bitdi, 5000 kadr getdi. Təhsil Nazirimiz Mikayıl müəllim Cabbarovun sentyabr ayı ərzində hörmətli Mirşahin bəyə hesabatda bir sahibəsi vardı, baxdınız ona.
Təsəvvür edin, indiyə qədər göndərilən tələbələrin böyük əksəriyyəti xanımdan fərqli olaraq geri qayıtmayıblar. Təsəvvür edirsinizmi? Yəni, bax, dövlət bunlara il ərzində 2007-ci ildə 10 milyon, sonraki illərdə isə hər il ərzində dövlət neft fondundan 15 milyon manat pul xərcləyirdi. Dövlət öz xalqının balalarını xaricə göndərirdi ki, ehtiyat, belə deyək də, kifayət qədər dünya görüşünə malik olan kadrlar sabah gəlsinlər. Amma gəlmirlər. Gəlməyəndə onlarla, daha doğrusu, onları belə dizə gətirmək, onları Azərbaycana qaytarmaq mexanizmi varmı? Yox, icazə verin, maraqlı məqama toxundunuz siz. Amma bunun özünün tam gerçək səbəbi var. Konkret o gəlməyənlər haqqında mən istəməzdim geniş danışıq. Çünki onlar az qism təşkil edirlər. Amma vardılar. Amma niyə onların... Dövlət bu qədər pul xərcləyir, göndərir, onlar qayıtmır. Niyə onların gəlməməyi haqq qazandırılasıdır, onların gəlməməyinə və bunu aradan qaldırmaq üçün nə etmək lazımdır? Bunun üçün mütləq hər bir ölkənin, Avropa əslində qitə olaraq bir ölkədir. Yəni bunu biz bütöv bir ölkə hesab edirik. Amma bununla yanaşı Avropanın, o cümlədən də Azərbaycan kimi ölkələrin, Rusiya, bu tipli ölkələrin özlərinin təhsil modeli olmalıdır. Biz bütövlükdə Avropa təhsil modeli ilə biz münasibət qura bilmərik, onu tətbiq edə bilmərik. Niyə tətbiq edə bilmərik? Çünki bizim həm siyasi quruluşumuz, bizim həm düşüncə tərzimiz, bizim həm bütün mənalarda coğrafi ərazi, coğrafi quruluşumuz, bizim qonşularımız, bizim gələcəyə baxış konsepsiyamız, necə ki 2015-ci il var. Cənab Prezident demişkən, alimlərin də 70 illik yubileyi mərasimində, Elmlər Akademiyası 70 illik yubileyi mərasimində alimlər qarşısında Cənab Prezident çıxış edəndə orada o qədər dəqiq təfsilatı ilə o məsələlərə aydınlıq gətirdi və alimləri çağırdı ki, onlar hamısı milli yanaşma tələb edirdi. Bax, dilimizlə bağlı, tariximizlə bağlı üzr istəyirəm. Yəni, biz bu məsələləri öz modelimizi yaratmalıydıq. Getdi xaricə, xaricdə təhsil aldı, orada tamam başqa model gördü. Və orada 50 min pul ödədi, belə deyək. 50 min pul ödəyəndən sonra hökumət ödədi və orada yüksək maaşlı işlər gördü. Axı, bu yüksək savad alıb və qayıtdı bizim ölkənin nə coğrafi ərazisinə görə, nə quruluşuna, nə əhalisinin sayına görə burada o maaşı ala bilməz o. Məsələn, Avropada təhsil alır, Almaniyada. Biz reklamları ala bilərik, həmən reklamlara keçməliyik biz. Qısa olacaq, reklamlarımız uzaq getməyin, mövzumuz təzə-təzə qızışır. Beş barmaqdasız, biz bugün xaricdə təhsil haqqında danışırıq. Onun üstünlükləri və çatışmayan cəhətlərini müzakirə edirik. Mən istəyirəm Kamran müəllimə eyni sualı verim. Xaricə gedib təhsil alan insan, hansısan ki dövlət küllü miqdarda vəsait xərcləyib, Azərbaycana qayıtmayanda və orada qalıb işləyəndə dövlətin hansı bir mexanizmi varmı geriyə qaytarmaq üçün? Deməli belə, xarici təhsil haqqında konsepsiyada göstərilib ki, xaricə göndərilmiş tələbə tutalım, burada necə olur ki, bunun maliyyələşməsi dayandırılır. O, bir kursdan digər kursa keçə bilmədikdə və yaxud da ki, problemləri yaratdıqda. Qanunvericidə göstərilib ki, 2 ay ərzində həmin dövlətin ona ödədiyi pulu geri qaytarmalıdır. Yəni, qanunvericidə belə bir müddəyə var. Amma orada əlavə göstərilməyib ki, bu 2 ay ərzində həmin pulu ödəmədikdə buna qarşı hansı tədbirlər həyata keçiriləcək. İndiyənə qədər mən bir neçə məsələ aydınlıq gətirim. 2014-cü ildə 29 nəfər xaricdə təhsil qazanmışdı bu şansı və uzaqlaşdırıldı bu layihədən. Yəni, xaricdə təhsil alan tələbələrdən 29, sonra 31 nəfəri hər il bu qədər tələbələr uzaqlaşdırılır. Bunların niyə uzaqlaşdırılmağı haqqında heç bir məlumat yoxdur. Və onların həqiqətən də dövlətin bunlara çəkdiyi xərci geri qaytarılmadığı haqqında məlumat yoxdur. Aydın oldu mu? Və əsas məsələlərdən biri budur ki, siz çox düz deyirsiniz. Gedənlər niyə gəlmirlər? Bilirsiniz, dövlət bunları seçir. Bunlar dövlətin əskərləridir. Sabah dövlət bunları 100 manatlıq da işləsə getməlidirlər. 1000 manatlıq işdə təklif etdi, getməlidir. Niyə? Çünki sənin təhsil aldığın müddətdə sənin alacağın əmək haqqının böyük əksəriyyət faizini ödəmişdir. Bilirsiniz, Azərbaycanın özünün tarixində xaricdə təhsil haqqında biz bunları görmüşük. İstəyir Xalq Cümhuriyyəti dövründə, istəyir keçmiş SSR dövründə belə xaricə göndərilmiş şəxslər mütləq təhsillərini bitirdikdən sonra gəlib dövlətin onlara verdiyi işləri işləməlidirlər. Bu günləri bizim, bilirsiniz, 2015-ci ildə bitdi. Bu məsələ 2007-2015-ci il konsepsiyası bitdi. 2016-cı il üçün yeni konsepsiya həyata keçiriləcək. Mənim kifayət qədər təkliflərim var. Bilirsiniz, birinci nədən? Bax, onlar niyə geri qayıtmırlar? Və kimlər göndərilməlidir?
o ixtisaslar gedib xaricdə təhsil almağa göndərilməlidir ki, o ixtisaslar da Azərbaycanda yoxdur. Məsəl üçün. Bax, məsələn, biri gedir tarix oxuyur, biri gedir hüquq oxuyur. Axı bu Azərbaycanda var. Biri gedir xarici dil oxuyur. Axı bu Azərbaycanda da var. Hansı ixtisaslara ehtiyac var? Baxın, xanımın oxuduğu nanotexnologiyalardır, kompüter texnologiyalardır, tibb bizdə var kifayət qədər. Bəlkə tibbin... Oxuyub xanım. Gəlib, deyir, nanotexnoloqam mən. Məni işə götürün, götürürlər mi? Yenə də deyirəm, kifayət qədər bizim Rabitə və Yüksək Texnologiyalar Nazirliyimizdə elektron hökumətdə ehtiyac var. Əgər siz elektron hökumət bu günləri çoxumuza məlum olmayan, amma əslində isə kifayət qədər nanotexnologiya mütəxəssislərinə ehtiyacı var. Kamran müəllim, bu gərdişi yaxşı sözlərdir. Xanım işsiz qalıb, bəlkə bizim proqramımızdan sonra nəsə bir bəxtində şartı olar. Görərlər ki, nanotexnoloqumuz var bizim studiyamızda. Mən yenə də deyirəm, bilirsiniz, gələn kim hamı oturub evində deyir ki, mən xarici təhsil bitirmişəm. Mən yenə də deyirəm, indiyənə qədər 5000 tələbə gedib. Bu ehtiyaclar birinci azıb, şəxslərin sayı azaldırmalıdır. Çünki dövlətin əlavə xərcləridir. Aytək xanım, siz müraciət eləmişsinizmi? Bir əlavə eləmək istəyirəm, ümumiyyətlə. Müraciət eləmişsinizmi? Bunu birinci deyin. Hal-hazırda Yüksək Texnologiya Nazirliyində, yəni mənim ixtisasım IT sahəsi deyil, daha çox belə genetika, kimya sahəsidir. Yüksək Texnologiya Nazirliyində, yəni biraz... Başqa, sizə uyğun sahələrə müraciət eləmişsiniz? Çox azdır, bilirsiniz, onlara CV göndərmək və cavab gözləmək lazımdır. Ona görə mən çox tez gəlmişəm. Bilirsiniz, mən indi gəlmişəm, başa düşün, yəni 20 gündür gəlmişəm və o prosedurun çox uzun müddətli olduğunu hamımız bilirik. Baxın, Azərbaycan özü il ərzində 40 min məzunu bazara buraxır. 40 min. Bu, həm Tələbə Qəbul Dövlət Komissiyasının imtahanlarında, məsələn, 2011-ci qəbul olub, 2015-ci 40 min məzun buraxdı. Amma nanotexnologiyalar onlar arasında yoxdur. Yoxdur, Azərbaycan nanotexnologiyalar son 2-3 il ərzində artıq yaranmağa başlayıb. Biz elə bilirik ki, bəs olmayan bir ixtisasdır. Xanım da əlində diplom qayıdıb bir sahədir və yığcamdır. Bilirsiniz, tələbat olmalıdır və azdır. Bunlar, yenə də deyirəm, xanım təzə gəlib və inanıram ki, dövlət orqanları xanım kimi və digər ehtiyaclı kadrları təmin edəcəklər və var kifayət qədər bir əmazında. Başqa bir təcrübə də var, indi ondan deyəcəm, amma Aytək xanımın deyəsən elə çıxışı, o Türkiyədə qalıb işləməkdir. Belə çıxır ki, burada yeri yoxdur, dövlət nə qədər vəsait xərcləyib, oxudub, amma burada da işlə təmin elə bilmir deyə orada qala bilərdi Aytək xanım, heç burada qalamazdı. Amma Kamran müəllim, Sovetin vaxtında gənc mütəxəssislər ki, təhsil alırdılar, onlar həmən öz vətəninə qayıdandan sonra, məsəl üçün, Peterdə, Leningradda təhsil alan insan Azərbaycana qaydanda həmən onun üçün yüksək məvacibli iş təşkil olunurdu, onun üçün qalmağa ev təşkil olunurdu. İndi bu təcrübə varmı və yaxud da ki, bu cür cəlb eləmək olarmı ki, bizim mütəxəssislər xaricdə qalmasın? Bəli, mən indi sizə o təcrübəni deyim. Azərbaycan özünün ən yüksək Sovet dövründə, Azərbaycan SSR, mənim özüm dissertasiya işim məhz həmin dövrə təsadüf edir və deyirəm sizə, Azərbaycan SSR özünün xaricdə təhsil üzrə ən yüksək pik həddinə Ümumi liderimiz Heydər Əliyev Azərbaycan SSR rəhbər gəldikdən sonra oldu. Hətta onun təşəbbüsü özünün təşəbbüsü ilə. Niyə görə? O rəhbər posta gəldikdən sonra bu və digər orqanlarda işləyənlərin təhsilinin aşağı səviyyədə olduğunu gördü. Və o vaxt heç kim indiki qədər ali təhsilə maraqlı değildi. İndi ali təhsilli kadr nə qədər deyirsiniz var. Ali təhsilli var, amma ali savadlı yoxdur. Savadlı kadrımız, yəni problemlər var. Bilirsiniz ki, hörmətli akademikimiz, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də öz çıxışlarında demişdi ki, mənim kadrla bağlı ciddi problemlərim var. Aydın oldu mu? Yəni, bizim kadra olan ehtiyacımız məzunlarımızın sayı ilə ölçülməməlidir. Bizim Avropa təhsilini görülmüş, dünya təhsili görmüş şəxslər daha çox özünün dünyavi düşüncə tərzinin dəyişməlidir. Mən bu gün hesab edirəm ki, artıq Azərbaycanın xaricdə təhsil almağa tələbə göndərməyə ehtiyacı yoxdur. Nəyə ehtiyac var? Bu günləri bizim artıq dünya standartlarına cavab verən ali müəssisələrimiz var. Məsələn, Diplomatik Akademiya, Neft Akademiyası. Artıq bunlar özlərinin tədris keyfiyyətini Avropa standartlarına uyğun göstəriblər. Artıq cənab prezidentin dediyi kimi Azərbaycanın öz standartları var. Yəni biz öz modelimizi tətbiq eləyə bilərik. Biz öz universitetlərimiz haqqında belə deyək də, diplomları tanınan universitetlərimiz haqqında danışacaq. Ceyhun müəllim, mən bir şey soruşmaq istəyirəm. Tamam, bizdə tutalım ki, hansısa sahələrdə təhsil zəifdir, axsayır.
Biz xaricdən nüfuzlu, samballı universitetlərin müəllimlərini gətirib burada işlə təmin eləyib və yaxud da ki, məsəl üçün birinci tibb universitetinin Rusiyanın ki, burada filialı açıldı. Moskva Dövlət Universitetinin filialı açıldı. Bax, o cür filiallar açıb da burada öz tələbələrimizə kifayət qədər keyfiyyətli təhsil verə bilərikmi? Əlbəttə keyfiyyətli təhsil verə bilərik və çünki biz Sovet təhsil sistemindən çıxmış və bu gün o adamlar da həmən indiki sağ nəslin nümayəndələridir, Elmlər Akademiyasının döyünən, yəni düşünən beyinləridir və o adamların köməyi ilə həmin universitetlərdə həmin professorlar, akademiklər dərs deyir. Biz Bilik Fondu olaraq 200 məktəbdə biz mühazirə təşkil edirik. O mühazirələrdə 10 nəfərdən çox akademik iştirak elədi ilk dərs günündə. Səfirlərimiz, bizim diplomatlarımız, xarici diplomatlar getdilər bizim orta məktəbdə, bizim uşaqlarımıza dərs dedilər. Bilirsiniz, o qədər gözəl qarşılandı ki və biz hiss elədik və anladıq ki, ehtiyacı var bizim öz təhsilimizə, öz düşüncəmizə, özümüzün standartlarımıza. Mən dedim, siz də onu təsdiqlədiniz. Bəli, biz öz modelimizi yaratmalıyıq. Amma burada necə var? Bəli, Moskva Universiteti var, sizin necə tibb universiteti var. Get-gedə bu artacaq. Əvvəl 0 idi, indi 2-dir. Yəqin 3 ildən sonra 4 olacaq, 5 olacaq, 10 olacaq. Proses canlı və orqanizmdir, insan, cəmiyyət. O, hələ mən dəfələrlə verilişlərdə demişəm, sizin də verilişdə demişəm. 25 yaşlı cəmiyyətdir, belə böyüyəcək, inkişaf eləyəcək. Amma çox sağ olun ki, bu qədər həyəcan təbili çalırsınız veriliş olaraq, biz olaraq və bütün cəmiyyət olaraq bundan danışırıq, bunun üstünə gedirik. Çox incə məqam var ortada. Bizim imtahan fəlsəfəmiz biraz dəyişməlidir. O cümlədən də bizim qeyd elədim, təhsilə münasibətimiz dəyişməlidir. Nə mənada? Biz daha çox təcrübü sahə ilə məşğul olmalıyıq. Mən jurnalistəm. Azərbaycan Dövlət Universitetinin Jurnalistika Fakültəsinin magistraturasını bitirib bizə, mənim yanıma təcrübəyə gələnlər, o çox sayda təcrübəyə gələnlər var idi ki, adamlar xəbər yaza bilmirdilər. Adamlar reportaj hazırlaya bilmirdilər. Soruşanda deyirdilər ki, axı biz hara getdik ki, yazı yazdıq, öyrəndik. Biz 3 həftə Avropada treninqlərdə olurduq. Ayda hansısa bir layihə çərçivəsində iştirak edirdik. Onlar tamam başqa cür yanaşırlar təhsilə də, onun təcrübi sahədə reallaşmasına da. Məsələn, axı mən imtahan verirəm trigonometriyadan, imtahan verirəm fizikadan, yəni həndəsədən, belə deyək də, müxtəlif orta məktəbdə keçdiyim fənlərdən. Mən bitirdim universiteti. Mən universiteti bitirəndən sonra mən 2005-dən Neft Akademiyasına qəbul olmuşam, riyaziyyat fizika. Mənim qarşıma heç vaxt trigonometriya çıxmadı. Mənim qarşıma heç vaxt F bərabərdir, mənfi F sualı çıxmadı. Mənim qarşıma yalnız mənə tapşırılan işi layiqincə, savadlı, intellektual, bu ümumiyyətlə təhsilin, həyata keçirmək, üzr istəyirəm. Bütün dünyada çatışmayan cəhətlərindən biridir. Mən bir dənə onun sonunu çatdırım, fikrim bəyək də yarımçıq qaldı, sonra anlaşılmazlıq yaranır. Efirdə tamaşaçını dinləyəndə, baxanda. Deməli, təsəvvür edin, biz 700 bal toplayıb qəbul oluruq. Sonra biz orta məktəbdə, universitetdə oxuya bilmirik. Çünki 10 il bizim keçdiyimiz mübtada xəbərdən sonra bizim qarşımıza elə bir cümlə quruşu çıxır ki, biz bunu heç vaxt yazmamışıq, biz inşa yazmamışıq. Məsəl üçün, biz trigonometriya keçmişik, biz prizmanın həcmini hesablamışıq, amma gəlib bizə ali riyaziyyata matrislər çıxıb qarşımıza ki, hansı ki biz matrisləri orta məktəbdə keçməmişik. Və matrislər də hətta bizə lazım olmadı. Mən ali riyaziyyatı oxudum. Matrislər bizə lazım olmadı. Deməli, biz nə eləməliyik? Bu təhsilin ümumi problemidir. Mən xaricdə təhsilin ümumiyyətlə problemindən danışmaq istəyirəm. Xaricdə təhsillə bizim fərqimiz də ondan ibarətdir ki, biz orada söhbət əsasında, biz orada ümumi biliklərimizin yoxlanmasının qarşılığında qəbul oluruq. Buradasa biz gedirik repetitorlar yanına, çox çətin, əziyyətlə hazırlaşırıq, institutda qəbul oluruq. Sonra institutda bizim 10 il öyrəndiklərimizin heç birisi qarşımıza çıxmadığı üçün sizin dediyiniz odur ki, məsəl üçün 5 fəndən imtahan verib istənilən universitetə girə bilərsən. Amma xaricdə təhsil üçün bildiyim qədər Türkiyədə məsəl üçün Aytək xanım məntiq, riyaziyyat və türk dili lazımdır. Siz yəni adicə standart intellektual səviyyə yoxlanılır və onun əsasında qəbul edirlər. Bəs orada bu xaricdə təhsil şirkətləri ki var, onlarla işbirliyi yaradan valideynlər, tələbələr gedib orada təhsil alırlar. Qaydanda imtahansız qəbul olunan tələbələr, onlar Azərbaycanda iş tapa bilirlərmi? Diplomları tanınırmı? Əlbəttə, tanınan da var, tanınmayan da var. Bəli, tanınan da var, tanınmayan da var. Bu çünki bəzi nüanslar var bizdə ki, o ölkəyə görə dəyişir. Məsələn, orada ayrı-ayrı göstərilmir ki, bu universitet tanınsın, bu universitet tanınmasın. Yəni, bəzi nüanslar var. Bunlardan da biri, məsələn, daha periferik universitetlər deyək ki, Türkiyədə. Onlar çox rahat tələbə alırlar. Çünki, məsələn, mən olsam gedib, məsələn, İraqla sərhəddə olan bir rayonda oxumaram. Amma burada valideynlər aldadılır və onlar göndərirlər həmin universitetlərə. Mən
onların təhsillərinin hansı səviyyədə olduqlarını, yəni oxumamışam deyə heç nə deyə bilmərəm. Lakin məsələ odur ki, həmin tələbələr orada yetəri qədər maddi və mənəvi əziyyətlərlə, belə deyim, oxuyurlar, bitirirlər. Lakin onlar mənə görə burada orta səviyyəli, məsələn, deyək ki, yaxşı deyək, Bakı Dövlət Universitetinin, Neft Akademiyasının tələbələrindən mən onları daha aşağı görürəm. Yəni, o xaricdə təhsil əslində bizə lazım deyil. Və məndən həmişə soruşan olanda mən deyirdim ki, siz açın dövlət proqramına verib-verməməyiniz, qəbul olub-olmamağınız bu vacib deyil. Sadəcə olaraq açın, çünki orada çox... belə deyim, çox yaxşı şəkildə o universitetlər və ixtisaslar araşdırılaraq qoyulub ora. Bayaq müəllim dedi, tarix, hüquq. Mən nəzərinə çatdırmaq istəyirəm müəllimin ki, dövlət xarici təhsil və dövlət proqramında prioritet ixtisaslar var. Onun içində hüquq, tarix, bu və ya digər şəkildə yoxdur. Orada sadəcə... Prioritet ixtisaslar hansılardır? Xaricdə təhsil yoxdur. Doktorantura pilləsi üçün, ümumilikdə isə... Magistratura üçün olmadığını bildim, çünki mən daim oğulda hüquq oxuyur Türkiyədə və o düşə bilmədi. Ümumiyyətlə, başvuru eləyə bilmədi, çünki hüquqa vermədiklərinə görə belə deyim. Yox, bu dəqiqə xarici təhsil paketinə baxın. Kamran müəllim, gəlin mövzudan yayınmayaq, qaydaq öz mövzumuza. Kamran müəllim, elə sahələr var ki, onlar strateji sahədir və yaxud da ki, dövlət üçün çox təhlükəli də ola bilər bəzən. Məsəl üçün, dini təhsil. Dini təhsil almaq üçün xaricə gedənlər var, onlar da sonra qayıdır. Onların beyni orada kim ələ keçirir onların beynini, sonra radikal dini qruplaşmalarda iştirak eləyəcəklərmi, Azərbaycana qarşı bu istifadə olunacaqmı, yoxmu, bunu da bilmirik. Necə idarə eləmək olar prosesi? Mən o biraz icazənizlə tarixə gedim. Bax, radikal dini qruplaşmalara qoşulmaq, bu məsələlər terminoloji olaraq son 5-10 il ərzində ortaya çıxıb. Azərbaycan elə 7-ci əsrdən etibarən Mədiniyə, Küfəyə, Azərbaycanlılar gedib 10 illərlə, 20 illərlə oxumağa gediblər. Sırf dini təhsil almaq. Amma indi vəziyyət dəyişib. Bəli, vəziyyət dəyişib. Bu təkcə dini təhsil almaqla bağlı daha çox üz tuturdular Suriyə, Misirə. Bu son dövrdə məndə olan statistika belədir. Və bu təkcə dini təhsil almağa gedən tələbələrə şamil deyil. Xatırlayırsınızsa, bir neçə ay bundan əvvəl mətbuatı gündəmini tutdu ki, Azərbaycanın 3 dənə tələbə gedib Türkiyədə oxumağa və sonradan onlar hər hansısa terror qruplaşmasına qoşulublar və dini radikalizmdən... Bu aydındır. Bəs təhsil alıb Azərbaycana qayıdanlar, onların beyinlərinin yuyulması, kimisə əlinə keçməsi insanlar. Kələrdə alırlar bunlar təhsili. Ehtiyac varmı dini təhsil? Azərbaycan göndərmir axı. Mən sizə deyim, əslində onların bir kəlməsindən bilinir ki, onlar hansı düşüncənin sahibləridir. Onlarla söhbət edəndə görürsünüz ki, hətta bir neçə kəlmədən sonra anlayırsan ki, adamın kafası yuyulubmu, yoxsa adam savaddan danışır, əsl İslamdan, əsl dindən danışır və əslində Azərbaycan layiqi dövlətdir. Bunu biz hamımız bilirik. Prezident Respublikasıdır, layiqi dövlətdir və din ayrıdır, dövlət ayrıdır. Amma Azərbaycanda dövlətin dinə qayğısı multikulturalizm nöqteyi nəzərindən bu gün dünyaya nümunədir. Yəni, təsəvvür edin, qaz, su, işıq pulsuzdur. Kommunal xərclər məscidlərdə pulsuzdur. Yəni, bizə Qum şəhərində təhsil alıb gələn insanın düşüncəsinə ehtiyacımız yoxdur. Biz din ümumiyyətlə idarə eləyən deyil Azərbaycanı. Azərbaycanı idarə eləyən yəni, xaricdə dini təhsilə ehtiyac yoxdur. Əlbəttə ehtiyac yoxdur. Özümüzün universitetlərimiz bu tələbatı ödəyir. Bakı Dövlət Universitetinin, İlahiyyat fakültəsi var. Bakı Universitetinin ixtisası kifayət edir. Bizim belə deyək, dini təhsilli, bu və ya digər sahədə mütəxəssislərimizi yetişdirən artıq Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin dinşünaslıq ixtisasları var. Bizdə yenidən hər hansı bir dini radikalizmin belə deyək, qollarından bəhrələnən şəxslərə ehtiyac yoxdur. Aydındır. Buyurun, özünüzü təqdim edin, sualınızı verin xanım. Məhbubə Uğursoy, təhsil bazarında güclü rəqabət gedir. Aytək xanım da Azərbaycanda təhsil alıb, sonradan təhsilini Türkiyədə davam edib. Nə idi fərq? Nə apardı sizi? Nə sövq etdi ki, siz Azərbaycanı tərk edib Türkiyədə təhsilinizi davam etdirdiniz? Buyurun, Aytək xanım. Belə deyim, mən dəqiq elmlərdən oxumuşam. Yəni, Təhsil Nazirliyinin xaricdə təhsil və dövlət proqramına baxsanız, orada əsas prioritet ixtisasları dəqiq elmlər tutur. Yəni, mən bu nazirlik səviyyəsində bilinir ki, dəqiq elmlərə daha çox ehtiyac var kadrların hazırlanmasında. Mən ilk dəfə hazırlaşanda əslində məni aparan nanotexnologiyalar olub. Çünki mən çox istəyirdim ki, ixtisaslı kadrlar, mən başa düşürəm, kimyaçı nanotexnologiyanı hardasa deyim ki, tədris də eləyə bilər, bu işdə apara bilər, amma hardasa, yəni deyim ki, mənə görə bir insan o halda yaxşı bir kadr ola bilər ki, o ixtisası üzrə çalışır və ixtisasının təhsilini alıb.
Və mən buna görə nanotexnologiyalar üzrə təhsil almaq istədim. Daha sonra əgər imkan olsa, yəni doktorantura təhsilimi də Kaliforniya Universitetində davam etdirəcəm. Yəni mənə görə ixtisaslaşmaq vacibdir və məni Türkiyə aparan əsas səbəb də öz ixtisasım üzrə ixtisaslaşmaq Aydındır, olub. Kamran müəllim. Xaricdə təhsil alan Ukraynada məsəl üçün ən çox Gürcüstanda ən çox insanlar gedirlər, alırlar təhsilini və diplomu Azərbaycan Təhsil Nazirliyi tanımır. Necə eləmək olar ki, bu insanlar, valideynlər küllü miqdarda pul töküb uşaqlarını yanlış yerə yönəltməsinlər, həm pulları batmasın, həm də ki Azərbaycandan da pul çıxmasın. Deməli belə, burada 3 məsələyə hissəyə bölmək olar. Valideynin üzərinə düşən iş, tələbənin üzərinə düşən iş, bir də dövlətin üzərinə düşən iş. Tələbənin üzərinə düşən iş vicdandan asılıdır. Yəni, belə deyək, bir şəxs dövlətinə, millətinə, xalqına faydalı olmaq istəyirsə, Tələbə Qərarımızda Dövlət Komissiyasının keçirdiyi imtahanda 100-dən az bal toplayıbsa, bu özünü niyə qonşudan qalmadalar prinsipindən ali təhsilə verir ki? Kamran müəllim, dev aynasında görənlər var özlərini. Amma necə eləyək ki, bu tələbələr bilsinlər ki, filan universitetin hardan bilə bilərlər ki, bax, bu universitetin diplomu Azərbaycanda tanınmır. Bunun sadə yolu var. Təhsil Nazirliyinin rəsmi saytı var. Həmin sayta girib, xaricdə təhsil üzrə proqramın, orada universitetlərin siyahısı var. Dövlətdə hansı universitetlər tanınır. Bilirsiniz, bu tanınmaq demirəm. Əslində, siz elə universitetdə təhsil ala bilərsiniz ki, xaricdə. Təhsil Nazirinin siyahısında yoxdur. Bu necə müəyyənləşir? Dövlətlər arası və universitetlər arası müqavilələrlə. Belə deyək ki, tutalım bizim Afrikanın heç bir ölkəsi ilə belə deyək ki, Təhsil Naziri olan siyahımızda yoxdur. Bu demək deyil ki, biz onun universitetlərini tanımırıq. Bəlkə siz orada elə bir ixtisaslı kadr olaraq gələcəksiniz ki, daha faydalı olacaqsınız. Birinci, onlar nə eləməlidirlər? Həmin universitetin, belə deyək, hansısa təhsil mərkəzləri onun Ukraynanın, Dərbəndin bu universitetinə göndərmək istəyir. Zəhmət olmasa, valideynlər nə eləsinlər? Təhsil Nazirinin qaynar xəttinə zəf vursunlar. Desinlər ki, mən istəyirəm övladım. Nömrəsini deyin. Bəli, bu universitet tanıyırsınız, tanımırsınız. Qaynar xəttin nömrəsini də deyin ki, zəng vursunlar. Səhv etmirəmsə, 146 olmalı. Amma Təhsil Nazirliyinin saytında qeyd olunub. Bəli, orada saytda var. Orada zəng eləsinlər ki, mən bura gedəcəm. 4 ildən gələndən sonra mən burada vaxtımı, əsəbimi, maddi itkilərimi verəcəm. Bundan başqa xaricdə gedib başına qəza gələn hər birini Allah qorusun deyə yönü 3 tərəbə avtomobil qəzası nəticəsində vəfat etmişdi. Bu tipli məsələlərdən qorunmaqdan ötürü bir deyim, xaricdə təhsil mərkəzləri var, o yalançılar. Onlar deyirlər ki, biz siz xaricə gedin oxumağa, orada sizi əlaqələndirəcəyik, yerləşdirəcəyik, kömək edəcəyik, amma heç birini eləmirlər. Bunlar valideynləri cəlb etməkdən ötürü olan yalançı vədlərdir ki, bunların heç birini, onların işi pullarını alına qədərdir. Valideynlər birincisi, həmin universitetlərin saytlarına girsinlər, görsünlər ki, həmin universitetin xaricdən tələbə almaq ixtiyarı varmı? Bəlkə o tələbə deyil də dinləyici olaraq qəbul edirlər. Yəni deyirəm, Türkiyədə bu günlər 4000-dən çox universitet var, amma onların cəmi cümlətanın 300-ünün xaricdən tələbə almaq ixtiyarı var. Bunları maraqlansınlar. Aydındır, bizim reklamlarımız var. Reklamlardan əvvəl yenə təəssüf hissi ilə demək istəyirəm ki, biz çox istəyirdik burada Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsinə görə dəfələrlə də əlaqə saxlamağa cəhd eləmişik. Heç bir əlaqəyə çıxmırlar, telefonlara cavab vermirlər və studiyamıza gəlmirlər. Növbəti dəfə Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə bu cür mövzuları müzakirə etməyə üstünlük verərik. Reklamlarımız var. Beş barmaqdasız biz bugün xaricdə təhsillə bağlı müzakirələrimizi aparırıq və xaricdə təhsillə bağlı bir çox işbazlar var. Biz onların iç üzünü elə beş barmaqda açırıq. Ceyhun bəy, necə hesab edirsiniz? Doğrudan da bax bu işdə məhz valideynlərin öhdəsinə çox iş düşür ki, araşdırsınlar, bilsinlər ki, övladı hara gedir. Valideynlərin, yox, ümumiyyətlə cəmiyyətin düşüncəsini bir qədər genişləndirmək və dəyişmək lazımdır. Burada da təbii mətbuatın, televiziyanın, ziyalıların, böyük ekspertlərin böyük rolu var. Yəni, artıq bilsinlər ki, Sovet zamanı deyil, bu günlərin təyinat yoxdur. Yəni, sən bitirdin, bəlli bir zavodda artıq sex rəisi vəzifəsindən yüksək vəzifəyə gələcəksən.
etməksən, əsas sənin diplomundur. Çünki orada bəlli bir sistem var, hər şeyi dəzgah idarə edir. Sən sadəcə dəzgahın arxasında dayanmalısan. Bunun üçün sənin savadlı olub, savadlı olmamağın bir o qədər əhəmiyyət daşımır. Əsas odur, diplomun olsun ki, sən hüquqi cəhətdən işə qəbul oluna biləsən və sistem davam eləsin. Bu Sovet sistemi idi, artıq bu sistem yoxdur. Quruluş da tamam fərqli quruluşdur. Biz müstəqil ölkəyik və yeri gəlmişkən bir faktı deyim. Mən qızımın orta məktəb təhsilinin Türkiyədə alması üçün onu buradakı Türk orta məktəblərin birində oxudu bir neçə il və sonradan mən Türkiyədəki bu vəziyyətin qarışıqlığını gördüm, stabilliyin dəfələrlə pozulduğunu gördüm və düşündüm ki, bu düz deyil. Mən övladımı ora göndərə bilmərəm və bizim Azərbaycanda çox stabil mühit var. Təhsilin inkişafı ilə bağlı bu qədər konsepsiyalar qəbul olunub və bu qədər yəni geniş imkanlar var. Sadəcə olaraq valideynlərin düşüncəsində ciddi dəyişiklik etmək lazımdır ki, sənin övladının diplomu yox, sənin övladının mütəxəssis kimi mənim işimdə mənə kömək etməsi vacibdir. Özünüzü təqdim edin, buyurun. Axşam xeyir olsun, adım Zöhrab Süleyman. Fikir verin, siz Azərbaycan universitetlərində tələbələr təhsil alır və təhsil aldıqları müddətdə tələbə təhsil haqqını ödəyə bilmir və müəyyən bir səbəblər üzündən universitetdən çıxarılır. Və valideyn isə məcbur eləyir ki, sən yəni diplomlu uşaq olmasın. Yəni belə deyək ki, yəni cəmaatın uşağı kimi sən də bir diplomlu uşaq olmasın və yəni hansı yola yəni olur olsun bu uşağı universitetə yəni salmaq istəyir bizim dövrdə deyək. Və uşaq isə yəni belə deyək ki, yəni attestat hesabına da olsa yəni ki, Türkiyə universitetlərində oxuyur. Və siz fikir verin, bu isə Azərbaycanda, yəni ümumiyyətlə xaricə yəni təhsil alanları yəni bir belə deyək ki, inamsızlıq yaradır. Və digər bir mənim yəni belə deyək ki, sualım Kamal müəllimədir. Kamal müəllim, sizin fikrinizcə belə deyək ki, edu.gov.az saytında verilən universitetlərin siyahısını bizim bu özəl şirkətlər də verirsə əgər, yəni ki, bundan bir-birinə fərqi nədən ibarət olur? Deməli belə, çox maraqlı bir məsələyə toxundunuz. Bunlar siyahını verirlər, amma həmin universitetlərə qəbul aparmırlar axı. Yenə də deyirəm, bunlar durub deyir ki, bizim xarici universitetlərə qəbul apardığımız universitetlər Təhsil Nazirliyinin saytında olan universitetlərdir. Amma baxaq, bu nə qədər doğrudur. Axı, həmin siyahıda olan universitetlər nə attestatla, nə də az balla tələbə qəbul etmirlər. Attestat və belə deyək, az balla qəbul aparan universitetlər həmin siyahıda olmayan universitetlərdir. Onlar kimləri qəbul edirlər? Tələbə qəbul üzrə komissiyasının imtahanlarında 500 və yüksək bal toplayan universitetlər. Məsələn, Boğaziçi Universiteti, ODTÜ Universiteti hətta 600-dən yuxarı tələbəni qəbul edə bilmir. Amma bəzi işbaz şirkətlər bütün günü sosial şəbəkələrdə, Bakının küçələrində, metrolarda elan yapışdırıblar ki, biz bu dünyanın ən nüfuzlu universitetlərini attestatdan qəbul aparırıq. Bəs nədən fəaliyyətlərinə qadağa qoyulmur? Əslində bu sual Təhsil Nazirliyinə aid sual. Çünki bunlar özəl şirkətdirlər. Gördükləri işin müqabilində vergi verirlər. Bir çox valideynlər həmin bilirsiniz yenə də onlara fəaliyyət lisenziyası verilirmi? Bu fəaliyyət lisenziyası deyil. Bu belə deyək, Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi qeydiyyatdan keçirilər. Bu şəffaflığın göstəricisidir. Amma dələduzlar axı. Necə? Dələduzluqla yox, onlar lazım olanda hüquq mühafizə orqanları tərəfindən təbii saxlanırlar, yoxlanırlar, vergilər tərəfindən lazım olan sanksiyalar tətbiq olunur onlara. Qanunlarımız imkan vermir ki, onların dələduzları geniş vüsət alsın təbii ki. Amma yenə də gəlirik valideynlərin üstünə, yenə də gəlirik cəmiyyətin üstünə, yenə də ekspertlərin, mütəxəssislərin üzərinə. Amma yenə də çoxdular, şaxəlidirlər, yenə də davam edirlər öz fəaliyyətlərinə. Bu cür verilişlərin sayının çoxalması, tutaq ki, məsəl üçün bizim Aytaş xanım kimi insanların gedib təhsil alıb gəlməsi və nümunə kimi görünməsi artıq bunların hamısını dəyişəcək zaman. Aytaş xanım, sözünüz vardı, buyurun. Bilirsiniz, həmən əlavə etmək istəyirəm. Siz bayaq dövlət ödənişlə bağlı sualınızın bir hissəsində var idi. Mən nəzərinizə çatdırmaq istəyirəm ki, o bayaqki işbazlar heç də ucuz qiymətə və çox ucuz universitetlərin də heç birinə belə deyim də, aracılıq eləmirlər, düzəltmirlər həmin tələbələri və üstəlik də həmin onların çox vaxt düzəltdikləri tələbə apardıqları universitetlər özəl universitetlərdir Türkiyədə. Hansı ki, onların ödənişləri 15 min dollardan, 20 min dollardan başlayır və onlara sərf edir. Hətta çoxsu ona görə, belə deyim, heç iş qurmağa ehtiyac yoxdur. Özü oxuyur və deyir ki, sən necə ora qəbul olmuşsan, belə özü bunu da aparır, belə deyim də, oradan faizini alır. Bu çox böyük bir problemdir. Bilirsinizmi, o Azərbaycanın gələcəyini fikirləşmir. Bu dəqiqə onun üçün o 5 manat
Sabah bizim övladlarımızın alacağı təhsil həmin adamın onun qabağına nə dərəcədə çıxacaq? Baxın, bunlar çox əsas nüanslardır. İkinci də ki, dövlət proqramında olan universitetlərlə bağlı siz dediniz. Əslində onlar düzəldirlər. Bəli, o ODTÜ-yə də, Hacəttepe'yə də belə deyim. Onlar saytlarında elan verdilər ki, Azərbaycanda bu tipli elanlar var. Bunlar hamısı qanunsuzdur. Özləri rəsmi saytlarında Mən sizə onu vermişlər. nə demək istəyirəm? Yəni ki, bundan təbii ki, mən əgər həmin şirkətə pul vermişəmsə, mən gedib tələb eləyəcəm ki, axı mən Hacəttepe'də oxumuram, məsələn, ya da siz məni... Bunlar nə edirlər? Deməli, orada hazırlıq sinifləri deyilən bir siniflər var. Burada, məsələn, mən tarix qutarmışam, gedib deyirəm ki, mən indi hüquq oxumaq istəyirəm. Axı, bizdə var biraz hüquq, biologiya qutarıb, məsələn, tibb oxumaq istəyir. Onları Hacəttepe qəbul eləmir. Deyirsən, bir il hazırlıq sinifi oxumalısan. Hazırlıq sinifi oxuduqdan sonra müvafiq sənədlərini yenidən sıfırdan, yəni heç bir təhsil almamış bir tələbə kimi verməlidir və ya dil sinifi. Xaricdə təhsilin bir mənfi nüansı da odur ki, dil sinifində oxumaq məcburiyyətindəsən, əgər sertifikatın yoxsa. Və bundan bizim tələbələr xəbərsiz olurlar. Və onlar gedib dil sinifində oturduqlarından, hazırlıq sinifi oxuturduqlarından belə xəbərlər olmur. İl sonunda rektorluqdan gəlirlər və siz təhsil almırsınız, burada sənədlərinizi nə vaxt gətirəcəksiniz, problem onda yaranır. Yəni, bir ildən sonra. Təbii ki, bu zaman heç bir şirkət də bunun arxasına dayanmır, sən aparmışam, hal-hazırda oxu. Yəni, problemlər budur. Əslində, onlar qəbul elətdirirlər, yəni aldanmaq lazım deyil. Qəbul etdikləri sadəcə ya hazırlıq sinifləri, ya da dil sinifləridir. Kamran müəllim, onlar söz verməmişdilər ki, biz sizi hazırlıq sinifinə qəbul elətdirəcəyik. Təbii ki, mən sizə demək istəyirəm ki, yəni artıq ara uzanır deyə, belə deyim, o artıq yaddan çıxır. Tələbə orada özünə bir ətraf qurur, artıq başqa bir universitetdə təhsil alır, necə təhsil ala bilər, onu bilir. Geri qayıtmaqdan utandığına görə. Utandığına görə, yəni ona görə bu işlər ört-bastır olunur. Bilirsinizmi, o insan demir ki, mən təhsil ala bilmədim, mən deyim, bəlkə qonşum getməyəcək. Bax, bu bizim cəmiyyətin bir mənfi cəhətdə bəli oldu. Deyim, Türkiyə özəl universitetlərində burada həmin o xaricdə təhsil üzrə mərkəzlər ödəniş almırlar. Niyə ödəniş almırlar? Məsələn, dövlət universitetlərinə belə deyək, qəbula kömək etdiklərinə görə ödəniş haqqı alırlar. Çünki özəl universitetlər bunlara hər tələbəyə görə faiz ödəyir. Sizin təhsil haqqınızın müəyyən faiz Kamran müəllim, xaricə tələbələrimizin axını olmasın deyə nə edə bilərik, hansı tədbirlər? Çox gözəl, əslində mən çox gözəl sual verdiniz, bunu demək istəyirdim. Biz görürük ki, axın var. İnsanlar niyə gedir? Bax, mən sizə statistik rəqəm deyirəm. Hər il Tələbə Qarabağ Dövlət Komissiyasının imtahanda iştirak etməkdən ötürü 100 mindən çox tələbə qeydiyyatdan keçirdi. 4 qrup üzrə, bu il oldu 5 qrup. Artıq son ildə azalma oldu, 97 minə indi. Və cəmi cümlətanı qəbul plan yeri 40 mindir, 30 neçə min, yəni yuvarlaqlaşdırıb 40 minə deyək. 40 min qəbul oldu, bəs 50 min, 50 min, 20-30 mini, baxın 10 mini Türkiyədədir, 7 mini Dərbəndədir və digər ölkələrdə var. Biz görürük ki, ehtiyac var da bu insanları saxlamaq olmur. Əslində bunlar şuurlu şəkildə gördülər ki, təhsil almağa savadları çatmır. Gedib orta ixtisas təhsil məktəblərində, peşə məktəblərində oxumayırlar, amma buna getmirlər. Bunun çıxış yolu necədir? Biz qəbul plan yerinin sayını artırmalıyıq, təhsil haqlarını aşağı salmalıyıq. Çünki ölkədən gedən gənclər bizim həm beynəlxalqımızı, bir daha deyirəm, həm də ölkəmizin vəsaitinin ölkədən kənara çıxmasıdır. Bizim dövlətimizin, cənab prezidentimizin bir konsepsiyası var. Neft kapitalını insan kapitalına çevirməliyik. Yəni artıq bizim neftdən gələn gəlirimiz aşağı düşüb. Biz xaricdən ölkəyə pul gətirməliyik ki, neftdən asılılığımız qarşısında. Amma biz nə edirik? Neftin ölkəyə gətirdiyi pulu dolayısıyla təhsil almaq üçün biri səhiyyə özünün müalicəsi üçün xaricə aparır, birini istirahət üçün aparır, birini də təhsili. Şükür Allah, istirahət mərkəzlərimiz düzəlir, təhsil mərkəzlərimizdə problem var. Bu dəqiqə hal-hazırda səhiyyədə də müəyyən irəliləyiş var qismən. Nə eləmək? Qismən. Yəni, ümumilikdə müəyyən yerlər açılır. Baxın, biz nə eləyə bilərik? Tələbə Qarabağ Dövlət Komissiyası plan yerlərinin sayını artırmalıdır. 40 min yox, 60 min eləməlidir. Bir çoxları da qəbul olduqdan sonra təhsil haqqları çoxdur deyə oxumaq istəmir. Tutalım, özəl universitetin təhsil haqqı 4 min manatdır. Bunu ödəyincə bir belə işbaz şirkətlərə inanır, gedir Türkiyədə oxuyur 500 manata. Və yaxud da gedir Almaniyada ili 300 avroya. Yox, Almaniyada tamamilə pulsuz təhsil. Siz elə 3 ay əziyyət çəkib gedib Alman dilini öyrənərsiniz. Almaniyada təhsil pulsuzdur. Bunun çıxış yolu həm ölkəmizə
pulumuz özümüzdə qalacaq, həm də insanlarımız gedib orada birisi çoxsu qalır. Bizdə artıq bu günləri gender bərabərliyi pozulur. Xaricə gedən şəxslərin 92% oğlanlardır. Bunlar geri qayıtmırlar. Kamran müəllim, diasporumuz artırdı orada. Ceyhun bəy, siz nədə görürsünüz çıxış yolunu ki, bizim tələbələrimiz xaricə axışmasın? Yox, artıq bu çıxış yolu kimi artıq çıxış yollarından biri kimi artıq qərar qəbul olunub. İndi yəqin ki, onu təhsil ekspertlər daha dəqiqləşdirəcəklər. Çünki belə bir dəqiqlik hələ deyəsən yoxdur mətbuatda. Bütün tələbələrə, indi mən bütün deyirəm, ola bilsin bütün deyil, birinci kurslara şamil olunacaq. Təqaüdlər veriləcək və bu təqaüdlərin də hətta məbləği də artırıldı. Bu özü çox Hətta ödənişli təhsil alanlara da təqaüd verilir. Hətta ödənişli təhsil, bu özü çox böyük hadisədir və bu məncə analog olmayan bir göstəricidir təhsilə münasibətdə. Çox təbrik olunası bir şeydir tələbələri və çox güman ki, bunun öz təsiri olacaq. Biz xaricdə təhsil almağa meylimiz bir qədər azalacaq. İkinci qeyd etdiyimiz kimi, çox yaxşı qeyd elədi sıralama ilə bizim ekspertimiz, qeyd etdiyimiz kimi imtahanların o bir qədər çətinliyini, qəbul imtahanlarının çətinliyini azaltmaq lazımdır. Yəni ki, qəbul imtahanına düşən suallar gələcəkdə bir də sənin qarşına çıxmır, onsuz da bunlara bir o qədər ehtiyac da yoxdur. Əsas təcrübi, praktiki bir mütəxəssisə çevrilməkdir. Yəni, dediyim kimi, jurnalistikanı bitirir, gəlir, yaza bilmir. Amma bir aydan sonra yazır, pozur, görür ki, bunda alınır. İnşa yaza bilmirlər instituta girmək üçün. Yəni, bu mənada jurnalistika girmək üçün inşa qabiliyyət imtahanı var, onu yaza bilmirlər. Bu mənada bir qədər yüngüllük gətirmək lazımdır. Bəli, təhsil haqlarını azaltmaq lazımdır. Ona yenə qeyd etdiyim kimi, təkrar da desəm, təqaüdlərin artıq hamıya verilməsi, bir qədər təhsil haqlarının azaldılmasında o nisbət yaratmaq məqsədi ilə. Siz nə təklif edirsiniz? Mənim fikrimcə, məsələn, əgər bir fakültəni hər il, mən çox adi bir universitetin fakültəsindən danışıram, deyək ki, 500 dənə kimyaçı hər il məzun olur. 1000 dənə kimyaçı məzun olsa, ya da başqa bir ixtisasdan danışıram. Əgər iş yeri potensialı 300 nəfərdirsə, ya da ki, mən əgər hər hansı bir özəl banka gedəndə orada öz qrup yoldaşımı görəcəmsə, deyək ki, mən 50 uşaqla bir qrupda oxusaydım, nə fərqi olacaqdır ki, bizə ixtisasını yaxşı öyrənmiş kadrlar lazımdır. Bilirsinizmi? Ki, xaricdən, biz dünənə qədər, mən hal-hazırda vəziyyəti bilməm, dünənə qədər xaricdən kadrlar dəvət olunurdu. Niyə? Bizim gənclərin potensialı daha yüksəkdir. Mən sizə deyim, əgər eyni bir şeyi onlara da öyrədilərsə, əmin olun ki, onlardan 200% daha yaxşı nəticə göstərə bilərlər. Gəncimiz sual verəndən sonra bir çıxış yollarından birində biz təklif edərik. Sualınız var, buyurun. Fərruq Qocamanlı, mən özüm şəxsən maraqlanmışam xaricdə təhsillərlə bağlı. Məsələn, bilirsiniz, Azərbaycandakı dövlət universitetlərində ödəniş haqları, ödənişli əsaslarına ödənişlər olduqca yüksəkdir. Amma məsələn, mən maraqlandığım Türkiyədə təhsil, məsələn, təşkil edən şirkətlər göstərirdilər ki, orada, məsələn, Türkiyənin bəzi universitetlər var da, adlarını çəkmirəm də, həmən universitetlərdə ödəniş haqları 500 manat, 600 manat buradan başlayırdı. Yəni, əsas maraq oyadan şey insanda olardı. Məsələn, mən də onu sual vermək istəyirəm ki, yəni bu necə olur ki, Azərbaycanda məsələn 3000-dən başlayırsa təhsil haqqı, onlarda dövlət universitetində 605 manatdan başlayır. Buyurun, Aytək xanım. Mən bunun iqtisadi əsaslarını nə qədər əsaslandıra bilərəm, onu demirəm, amma mən qatılıram. Düzdür, mən özüm təhsil aldığım Ankara şəhərində təhsil almışam, hələ biraz da əhali sıxlığı olan şəhərdə. $600 illik ödəniş vermişəm, baxmayaraq ki, bizim fakültə yeni qurulurdu və belə deyim də, təlim-tədris hissəsinə lazım olan avadanlıqları fakültə öz hesabına özünü maliyyələşdirmədi. Mənə elə gəlir ki, burada özünü maliyyələşdirmə mütləq olmalıdır universitetlərdə. Bilirsiniz, həm də ki, bu nizamlı şəkildə olmalıdır ki, o tələbələrdən alınan, belə deyim, vəsaitlər birbaşa avadanlıq alınmasına məncə yönəldilməsə, daha rahat olar tələbələr. Belə deyim, yəni, o yük tələbənin çəkməli deyil onu. Çıxış yollarından birini mən deyim. Məsəl üçün, 650 bal yığıb, göndərik xaricə 15.000 ildə dövlət onun üçün xərc çəkir. Həmin universitetin filialı mı açılır və yaxud da ki, universitetin müəllimləri Azərbaycana gəlir və yaxud da ki, bizim müəllimlər orada kvalifikasiyanı alır və qayıdır gəlir, burada dərs deyirlər. 5.000-ə bir tələbəni burada oxutmaq olar. Demək, həmin 15.000-ə xaricdə ödədiyimiz 15.000-ə Azərbaycanda ödəyirik, 3 nəfəri oxuda bilirik. Bax, bu çıxış yollarından biri ola bilərmi? Yenə də xarici təhsildə, amma ölkəmizin içində. Bu günləri mən bayaqlar bir misal gətirdim sizə. Diplomatik akademiyanın müəllimlərinin böyük əksəriyyəti məhz xaricdən dəvət olunmuş müəllimlərdir. Və artıq model var. Neft Akademiyasında bu model var. Yəni artıq müəllimlər xaricdən gətirilir. Xəzər Universiteti, özəl universitet olsa belə, onun müəllimlərinin böyük əksəriyyəti məhz xaricdən dəvət edilmiş müəllimlərdir. Yəni bu artıq praktikada özünü doğrudan bir metoddur və mən hesab edirəm ki, bəli, siz çox düzgün deyirsiniz, biz vəsaitimizi azaldıb, məhz oradan müəllimləri gətirib, burada yetişdirə bilərik.
seçilmiş müəllimləri olmalıdır. Mən belə hesab edirəm. Bir də bizdə Buyurun mən Ceyhun bir bəy. təklifdə verim. Bizdə metodik biliklərinin artırılması məsələsi çox ciddi məsələdir. Həm orta məktəb müəllimlərinin indi onlardan da imtahan götürülür təbii ki. Amma həm orta məktəb müəllimlərinin, həm universitet müəllimlərinin təbii biz hər ikisini görmüşük hamımız. Orada onların metodik bilikləri çox aşağı səviyyədədir. Məsəl üçün siz vurun YouTube-da məşhur biz yazıçıların, məşhur akademiklərin, Nobel mükafatçılarının mühazirələrini dinləyin ingilis dilində, rus dilində. Onların auditoriyaya daxil olması, məsələn, Nabokovun bir maraqlı mühazirə metodu var idi. Daxil olurdu içəri Amerikada, dissident yazısıdır. Daxil olurdu auditoriya. O auditoriya daxil olanda o hündür pilləkənləri enə-enə artıq auditoriya ancaq gülür. Siz baxırsınız ingilis dilində heç nə demir. Addımına gülür, nəsə bir söz deyir balaca auditoriya. Auditoriya o qədər gözəl ələ alırdı və sonradan öz fikirlərini elə gözəl çatdırırdı auditoriya ki, natiqlik, sonra metodik biliklər, metodik biliklərə yiyələnmək. Məsəl üçün müəllim var ki, fizika dərsində hansısa bir tutaq ki, Newtonun hansısa qanunlarını elə quru danışar ki, sənin yadında qalmaz. Amma müəllim var onu elə gözəl əyani vəsaitlə, özünün jestləri ilə, özünün daha intellektual baxışı ilə, bucağı ilə çatdırar ki, əbədi olaraq sənin yaddaşında qalar. Məncə pedaqoq, bəli, məncə müəllimlər institutu, sonra məncə təhsil problemləri institutu, sonra digər təhsil nazirliyi, o cümlədən bilik fondu metodik müəllimlərin hazırlanması və təcrübəsinin bölüşdürülməsi layihəsini həyata keçirmək. Proqramımızın sonuna çox az vaxt qalıb. Mən istəyirəm başqa bir məqama da toxunum. Bu proqramın içində buna toxunmamaq mümkün deyildi. Bizə xaricdən tələbələr gəlirmi Kamran müəllim? Deməli, mən bunu araşdırdım. Kifayət qədər az sayda. Ən çox hansı ölkələrdən bizə gəlir? Deməli, bilirsiniz ki, dövlətlər arası müqaviləyə görə biz də həmçinin xaricdən tələbə qəbul etməliyik. Bu ancaq Bakı Dövlət Universiteti Neft Akademiyası üzərində olanda, indi isə Diplomatik Akademiyaya cəlb olunur. Bunların sayı ümumilikdə 4 kurs üzrə, bir də İrandan daha çox bizə ancaq doktorantura və aspirantura pilləsində təhsil almağa gəlirlər. Bizə gələnlər budur. Yəni, ümumilikdə bunların sayı 1000-i keçmir. Amma bizim istənilən xarici ölkədə oxumağa gedən dövlət proqramından kənar artıq səhv etmirəmsə 24.000 nəfər belə deyək, Türkiyə və MDB məkanı üzrə təhsil alanlarımız var. Amma bizə gələnlərin sayı isə ümumilikdə böyük əksəriyyəti Afrikadan təşkil edir. Türkiyə, İran və bu üzərində dayanıb. Avropadan Rusiya yoxdur siyahıda. Necə? Gürcüstan yoxdur. Rusiya o siyahıda yoxdur. Gürcüstanın ümumilikdə yoxdur. Yəni, Gürcüstan universitetlərinin dövlətindən bizə oxumağa gələnlərin sayı. Ümumilikdə isə Azərbaycana gələn xaricdən tələbələrin sayı 1000-i aşmır. Bu da kifayət qədər aşağıdır. Məhz ona görə də bizim universitetlərimizin beynəlxalq reyting siyasi kifayət qədər aşağılardır. Çünki əsas məsələlərdən biri universitetlərə xaricdən tələbələrin gəlməsidir. Reytinqə təsir göstərən məsələlərdən biri də məhz budur. Aydək xanım, Türkiyədə maraqları varmı tələbələrin Azərbaycana? Türkiyədə Azərbaycana gələn tələbələr var, amma o hansı tələbələrdir? Belə deyim, bizim buradan necə ki PQDK-da bal yığıb getməyənlər, onların da nəinki balı keçməyənlər, həm də o periferiyada daha çox necə, daha İraqa yaxın olan ərazilər var orada, Ağrı dağının ətəyi olan rayonlar. Ən çox onlardan gəlirdi. Bizim özümüzün də məsələn patok yoldaşlarımız olub, başqa fakültələr ən çox onlardan gəlir. Bu da çox pis bir göstəricidir. Yəni. Bir qısa təklif kimi də olsa, biz siz model olaraq necə ki, asan yarandı, amma asana qədər nə qədər dövlət strukturları var idi, belə götürür ki, asana ehtiyac yox idi. Amma məlum oldu ki, asan nə yaxşı yarandı və bizim həyatımızı asanlaşdırdı. Və beləcə də belə bir model universitet formalaşdırmaq olar ki, universitet var, Lomonosovda, Moskvada Universitet, Bakı filialı var, digər universitet birində bir model qurmaq olar, o model nümunə olar təhsil sisteminə, məsəl üçün, Oxford Universiteti səviyyəsində və onda xaricdən də axıncələr, onda o obru universitetlərə də nümunə olar. Oxford Universiteti səviyyəsində. Təşəkkür edirəm bu təklifinizə görə, xüsusən bu təklifinizə görə. Minnətdaram sizə də siz gəldiyinizə görə. Biz bugün xaricdə təhsil haqqında danışırdıq. Bəlli oldu ki, uzun müddət biz arxayındıq ki, dövlət bizim üçün hər şeyi eləyəcək, dövlət hər şeyi yoluna qoyacaq. Amma indi başqa dövrdür. Valideynlərə və tələbələrimizə müraciət edərək deyirik ki, hökmən bu işbazlarla işə başlamazdan əvvəl bir Təhsil Nazirliyinin saytına girin. Təhsil Nazirliyinin nümayəndələri ilə danışın ki, biz onlarla heç cür danışa bilmirik, heç cür onlardan kontakt yarada bilmirik. Bəlkə vətəndaşlar bu işdə bizdən daha uğurlu olur. Özünüzdən müğayət olun, salamat.